Göygöldə toy mərasimində bədbəxt hadisə baş verib. Hadisə aprelin 4-cü gün orta saatlarında rayonun Balçılı kəndi yaxınlığında Bakı-Qazax magistral yolunun üzərindəki şadlıq saraylarından birində baş verir. Şadlıq evinin qarşısında toya gələn qonaqları qarşılamaq üçün gözləyən bəyin atası 64 yaşlı Adil Hüseynov qəfildən divardan üzərinə ağlay daşının qopub düşməsi nəticəsində ağır xəsarətlər alıb. O xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş bədbəxt hadisə səbəbindən toy mərasimi təxirə salınıb. Ağır xəsarətlər alan şəxs saat 16 radələrində ailə üzvləri tərəfindən Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində akademik Zülfüqar Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub. Həkim heyəti tərəfindən onun həkimə qədər ölüm faktı qeydə alınıb. Hadisə ilə bağlı yerli hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.